Çəki artımının səbəbləri nələrdir? Bariatrik əməliyyatdan sonra qidalanma necə olmalıdır? Arıqlamaq üçün xüsusi çay və qəhvələr məsləhət görülürmü? Ege Hospital'ın diyetologu Dr. Aygün Abdullayeva danışacaq. Bütün xəstəliklər ağızdan başlayır. Birinci növbədə yeməyimizə, içməyimizə, həyat tərzimizə, fiziki aktivliyimizə diqqət eləyəcəyik. Ondan sonra bir dərmandır, bir başqa yöntəmlərdir, bir başqa müalicə metodları axtarmağa başlayacağıq. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən Doktor Dilbər Rahim. Səhhətimiz verilişinin bugünkü buraxılışında hər birinizi salamlayıram. Verilişə Ege Hospital Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılarımız, ekrana yaxın əyləşin. Yediklərinizi qırağa qoyun. Çünki bugün diyetoloq var bizim qonağımız olaraq. İstərdim qonağımız sizlərə təqdim edeyim. Bugünkü qonağımız Ege Hospitalın diyetoloqu, həkim diyetoloqu Aygün Abdullayevadır. Necəsiz doktor? Sağ olun, siz necəsiniz? Təşəkkürlər. Yaxşı olasınız. Xoş və pozitiv bir verilişdir. Aynı Məncə gəl də bizi maraqlı gözləyən. veriliş olacaq. Eynən. Nəyə görə dedik az öncə yediklərini qırağa qoysunlar? Çünki çəki artımından danışacağıq biz bugün. İstərdim çəki artımının, əslində qalsa hamı bilir çəki artımı nədir, amma istərdim biraz səbəblərinə göz atandan sonra, daha sonra ondan mücadilə məsələsini danışaq. Belə deyim də, yəni əslində siz dediyiniz ki, doğru vurğuladınız. Hamı bilir niyə çəki artır, amma həmişə sual verirlər ki, ay doktor, niyə çəkimiz artdı? Baxanda görürük ki, həqiqətən də yəni yaşla əlaqədar olar, fiziki aktivliklə əlaqədar olar və yaxud da ki, keçmişdə elədikləri bir iş dəyişməklə mi olar, həyat tərzini dəyişməklə mi olar? Yəni araşdırsaq görürük ki, həqiqətən də çəki artımının müxtəlif səbəbləri vardır da. Nəsə bir səbəbi var ki, çəki artır. Çünki yəni piylənmə nə vaxt əmələ gəlir? Piylənmə aldığımız enerji arasında, enerji ilə verən enerji arasında bir disbalans əmələ gələrsə, yəni çox enerji alırıq, az enerji xərcləyiriksə, bu zaman piylənmə əmələ gəlir. Və pasientlərlə çox dediyi şeylərdir ki, doktor, mən keçənki qədər yeyirəm və yaxud da 5 il bundan öncə də bu qədər yeyirdim, amma 5 il bundan öncə çəki almırdım, amma indi çəki almağa başlamışam. Araşdıranda məlum olur ki, 5 il bundan öncə bəlkə hansısa bir başqa işdə işləyirdilər, daha aktiv idilər və yaxud da ki, maşın alıblar, çox yerə piyada gedirdilər. İndi yəni bu səbəbləri onlar bir aktiv bir səbəb kimi hesab etmirlər. Normal həyat öz axışında davam eləyir görə, amma bunlar üçün bu adi bir şeylər gəlir, amma çəki almaq üçün çox böyük bir səbəblərdir. Yəni normal bir diyet proqramı və çox gözəl bir fiziki aktivliklə normal şəkildə həyat tərzimizi dəyişərək çox gözəl çəki verdirə bilərik biz pasientlərə. Və yaxud da ki, baxırsan ki, 5 il bundan öncə yəni evi özləri yığışdırırdılar, şüşəni özləri təmizləyirdilər, evdə müxtəlif işləri özləri görürdülər, amma indi çoxumuzun evində köməkçimiz var da, yəni evdə olan belə xərclədiyimiz enerjini belə paylaşmışıq, yəni ətrafına. Yəni bütün bu amillər, bu ətraf mühit amilləri bu 2 gündə Azərbaycanda, yəni ölkəmizdə piylənmənin artmasına gətirib çıxardıb. Yəni statistika onu göstərir ki, həqiqətən də yəni ildən ilə bizdə həm erkənləşib piylənmə, məsələn, əvvəlki uşaq yaşlarında çox az rast gəlinirsə, indiki 18 yaş altı uşaqlarda da çox rast gəlinir, həm də toplum olaraq, say olaraq ildən ilə piylənmə artmaqda davam edir və piylənmə bugünkü gündə bir xəstəlik kimi klassifikasiya olunmur, amma Avropa ölkələrinin çoxusunda 2-ci dərəcəli piylənmə, yəni bədən kütlə indeksi 35-in üzərində olan piylənmə bir xəstəlik kimi klassifikasiya olunur. Çünki piylənmə təkcə özü ilə artıq çəki gətirmir, həm də bir xəstəliklər gətirir. Metabolik xəstəliklər gətirir, hipertoniyanın özündə şəkərli diabet xəstəliyi və yaxud da ki, hansısa bir başqa bir xəstəliklər, yəni artıq çox xəstəlikdə risk faktoru olaraq dəyərləndirilir. Bəli, dayaq hərəkət sistemi tərəfindən, ürək qan damar sistemi tərəfimizdən, yəni bunların hamısı tərəfindən əmələ gələn xəstəliklərin əsas səbəbi piylənmədən yaranan səbəblərdir. Mən həmişə deyirəm, bütün xəstəliklər ağızdan başlayır. Birinci növbədə yeməyimizə, içməyimizə, həyat tərzimizə, fiziki aktivliyimizə diqqət eləyəcəyik. Ondan sonra bir dərmandır, bir başqa yöntəmlərdir, bir başqa müalicə metodları ondan sonra axtarmağa başlayacağıq. İnanırsınız, son vaxtlar o qədər mənə təkcə çəki vermək istəyən yox, xəstəlikdən qurtulmaq üçün gələn xəstələrimiz var da. Gedirlər xəstəliyə, məsələn, əməliyyat olunmalıdır, bir onurğa yırtığı var, protruziyası var. Gedir, ağrısı heç cür kəsmir. Ancaq bir problemi var ki, mütləq şəkildə həkim deyir ki, çəki vermək lazımdır. Yəni çəki verir. Və yaxud da ki, dayaq hərəkət sistemi xəstəlikləri.
Endoprotezləşmə onsuz da. çoxdur. Bəli, endoprotez əməliyyatına gedən xəstələrin əksəriyyətinə həkim mütləq şəkildə deyir ki, çəki verin, ondan sonra endoprotez əməliyyatı edək sizi. Çünki bir effekti də olmayacaq. Çünki Allah bu bizi yaradır ki, onurğamızı və yaxud da ki, oynağımızı yaradır ki, sən bu oynağın üstündə, onurğanın üstündə 60 kilo çəki. Biz necə bunu 2-yə vurub gəzdirməyə çalışırıq və sonra da fikirləşirik ki, biz niyə xəstələndik? Yəni və çox təəssüf gətirən səbəb odur ki, yəni insanlar artıq çəkini bir problem bilmirlər. Yəni fikirləşmirlər ki, bu artıq səbəb axtaranda fikirləşə görə niyə oldum? Yıxıldım, büdrədim, filan şey oldu, amma heç vaxt demirlər ki, artıq çəki aldım. Ondan sonra bizdə istir şəkərli diabet xəstəliyi, istir hipertoniya xəstəliyi, istir ürək sıradan çıxır. Yəni bu xəstəliklərin, yenə deyirəm, bütün xəstəliklərin əmələ gəlməsinin birinci səbəbi ağızdan başlayır, qidalanmadan başlayır. Ona görə də çox yaxşı olardı ki, qidalanmamıza diqqət eləyək, normal şəkildə qidalanaq, fiziki aktivliyimizi artıraq. Biz o qədər öyrəşmişik ki, yaş artdıqca biz elə fikirləşirik ki, yaşımız artdıqca fiziki aktivliyimiz azalacaq, daha çox yeməliyik və fiziki aktivliyimiz də az olmalıdır. Əksinə, müəyyən bir dönəmdən sonra hər yaş artdıqca metabolizmamızın sürəti daha aşağı düşməyə başlayır. Əgər aşağı düşürsə biz daha fiziki aktiv olmalıyıq. Osteoporoz, menopaz dönəmində qadınlarda başlayır. İndi loru dildə sümük boşalması deyirlər. Əslində osteoporoz başlayır. Yəni bu xəstəliklərin hamısının əmələ gətirən səbəb yaşdır. Hüceyrələrin qocalmasıdır. Qocaldıqca da biz daha az yeyib, daha aktiv olmalıyıq, daha qaydalara düzgün əməl etməyə çalışmalıyıq. Doktorum, bu çəki artımından xilas olmaq üçün pasientlər bariatrik əməliyyatlar etdirirlər. Bir çox fərqli yollara əl atırlar. İlk öncə istərdim ki, bariatrik əməliyyatlardan biraz danışaq, açıqlayaq nə olduğunu və ondan sonra artıq nələrə diqqət eləməliyik. Bir dietoloq olaraq nələr məsləhət görərsiniz bu pasientlərə? Əslində bayaq dediyim kimi, əgər normal bir dieta sözünün mənası nədir? Dieta sözünün mənası çox vaxt ac qalmaq hesab edilir, amma Yunan sözündən götürülmüş əslində sağlıqlı, düzgün qidalanma deməkdir. Yəni bəzən deyirlər ki, biz nə qədər dieta saxlayırıq, deyirəm ömrümüzün axırına qədər. Və yaxud da deyirlər hansı uşaqlar dieta saxlamalı, deyirəm dieta sözünün mənası sağlıqlı qidalanmadırsa, uşaq da sağlıqlı qidalanmalıdır, qoca da cavandır. Hər kəs sağlıqlı. Yəni biz anadan olduğumuzdan ta ki ölənə kimi biz sağlıqlı qidalanmalıyıq. Yəni dieta saxlamalıyıq. Diqqət eləməliyik, riayət eləməliyik. Yenə deyirəm, rutinə çevirməməliyik. Bəzən biz hamımız sümükdən və ətdən əmələ gəlmiş bir insanlarıq, düzdür və bizim də bir şəkər ehtiyacımız var, istəyimiz var. Tort da yemək istəyirik, bax bayram keçdi, paxlava da, nə bilim, qoğal da, hamısı. Amma bunu rutinə çevirməyəcəyik. Mən pasientlər tanıyıram ki, səhər durur, heç bir şey eləmir, bir şirin çay edir, oyuna bir qoğal yeyib işə gedir və yaxud günorta bir fast food hardansa məsələn də yəni istəyir və onu yeyir. Axşamdakı gəlir gec saatlarına kimi, yatana kimi yemək yeyir. Yəni bu həyat tərzi ilə əlbəttə ki, biz çəki alırıq və fiziki aktivlik sıfıra bərabərdir. Amma biz düzgün əgər qidalanıb bəzən rutindən kənara çıxarıqsa biz onda çəki almarıq. Yəni bunu əməl eləyəriksə biz onda çəki almarıq. Ona görə də bu şeylərə diqqət eləmək lazımdır və çox təəssüf olsun ki, biz əgər düzgün diyet proqramları və normal fiziki aktivliyimizlə çəkimizi normada saxlaya bilərik, amma saxlamırıq və çox vaxt radikal yollara əl atırıq. Müxtəlif bariatrik əməliyyatlar elətdirib və bariatrik əməliyyatlara da əlbəttə ki, göstəriş var. Mənim də o qədər pasiyentim var ki, yönləndirmişəm ki, siz mütləq bariatrik əməliyyat elətdirmisiniz. Nə vaxt göstəriş var? Əvvəllər deyirdilər ki, əgər bədən kütlə indeksi 35-in üzərində və yanaşı xəstəliklərimiz varsa, 40-ın üzərində və heç bir yanaşı xəstəliyimiz olmasa da bu bariatrik əməliyyata birbaşa göstərişdir. Amma son dönəmlər deyirlər ki, bədən kütlə indeksi 30-un, yəni birinci dərəcəli piyələnmə olub, hansısa bir metabolik və xəstəliyi varsa, hipertoniya xəstəliyi, şəkərli diabet xəstəliyi varsa, bu cür insanlar da bariatrik əməliyyata göstəriş deyirlər. Onu ancaq bariatrik əməliyyat edən cərrahlar müəyyən bir müayinələrdən sonra qərar verə bilirlər. Amma pasientlərdə nə vaxt dietoloq olaraq yönləndiririk? Bir pasient əgər bir neçə dəfə cəhd edib arıqlamağa və müxtəlif dietoloqların yanına gedibsə və bu uğursuz nəticələr əldə edibsə, arıqlayıb, amma sonra piyələnmədən daha da çox əziyyət çəkib. Çünki piyələnmənin əmələ gətirən dönəmlərdən biri də çox gözəl bir kilo vermənin ardından gələn bir dönəmdir. Yəni çox qəşəng kilo verir, həmən fikirləşir ki, mən daha hər şeyi yeyə bilərəm. Sanki qırılma anı başlayır, yeyir və öncəkindən də çox daha 2 qat bəri kilo alır və əgər bir pasient bir neçə dəfə buna cəhd eləyibsə və bu uğursuz nəticələnibsə və bir neçə belə deyim də mütəxəssisin yanında olubsa, bir dietoloqun yanında olubsa, şəxsən mənə də gələndə deyirəm ki, effekt olmayacaq. Sizin müalicə metodunuz sizin bariatrik əməliyyatdır. Yəni bariatrik əməliyyata göstəriş varsa, əlbəttə ki, biz bariatrik əməliyyatlara
göndəririk və bariatrik cərrahlar bizim Azərbaycanda bugünkü gündə həqiqətən də bu əməliyyatı edən çox gözəl, uğurlu əməliyyatlar olan bariatrik cərrahlarımız vardır. Amma çox vaxt bariatrik əməliyyat olunandan sonra da pasientlər diqqət eləməlidirlər qidalanmalarına. Çünki mən bariatrik cərrahlarla çox işləmişəm. Mənim ümumiyyətlə həmin metabolik və bariatrik əməliyyat sonrası çox böyük pasientlərim olub. Və onlar nəyə diqqət eləməlidirlər? Bunlar düşünürlər ki, biz əməliyyat olunduq, bitdi. Amma əslində bitmir. Niyə bitmir? Çünki dönəmlər vardır ki, bu dönəmlərə mütləq əməl eləmək lazımdır. Müxtəlif kurallar deyək ki, vardır ki, bunlara mütləq əməl eləmək lazımdır. Məsələn, bir bariatrik metabolik əməliyyat olunmuş xəstə qatı ilə mayeyi bir arada eləyə bilməz. Məsələn, bizə necədir, otururuqsa tutaq ki, yemək yeyirik, yanında bir su içə bilərik, ayran, amma onlar eləyə bilməzlər. Yəni ömürlərinin axırına kimi bu belə deyim də qaydalara əməl eləməlidirlər. Ondan sonra bariatrik əməliyyatlardakı dönəmlər, ilkin dediyimiz dönəm maye dönəmi deyilən dönəmdir. Bütün pasientlərimə deyirəm, bu dönəm biz sizi arıqlatmaq barədə düşünmürük. Biz ancaq sizi qoruyuruq. Çünki çox işləm olub sizdə, mədəninizin 4/3 hissəsi kəsilib, 1/4 hissəsi qalıb və sizi biz uşaqlar kimi, bəbəklər kimi qidalandırırıq. Necə uşaqları qidalandıranda? Sudan başlayırıq, sonra biraz meyvə suyu veririk, biraz nə bilim başqa yeməkləri daddıraraq əgər mədələrinə, orqanizmasına bir ziyanı yoxsa biz yavaş-yavaş bu qidaların miqdarını artırmağa başlayırıq. İlkin dönəm biz mədəni qoruyuruq. Hər şey maye şəklində, heç bir şəkildə mədəyə bərk qidanın gedilməsinə icazə verilmir və bu dönəm hər pasientə görə dəyişir və əməliyyatın gedişatına görə. Çünki bilirik ki, bariatrik əməliyyatların özlərində növləri var, ona görə dəyişir. 7-14 gün müddətinə çəkilir. İkinci dönəm püre dönəmi dediyimiz dönəmdir. Çox vaxt püre deyəndə pasientlər sevinirlər, elə bilə kartof püresindən söhbət gedir. Yəni bu püre dönəmi əslində bütün qidaların püre şəklində, əsas da meyvə və səbzələr deyək də, yəni yaşıllıqların, lifli qidaların püre şəklində alınması və bu dönəmdə də biz çox pasientlərə məsləhət görürük ki, çalışıb eyni qidaları yesinlər, yəni qarışdırmasın qidanı. Niyə görə qarışdırmasın? Çünki bəzən ürək bulanma olur və yaxud da ki, çox çətin tolerə eləyir, həzm olunur və biz istəyirik bilək ki, bu hansı qidaya, hansı qidanı yeyəndən sonra pasientin durumu dəyişdi. Ona görə bunları aydınlaşdırmaqdan ötürü, çıxdaş eləməkdən ötürü həmişə deyirik ki, ilkin dönəm, ilkin püre dönəmində də yəni eyni qidanı, bir dəfəyə bir qidanı yeyin. Və ya da seçici diyet diyet, hə. Düzü pasientlər deyir ki, nə oldu elə mən bariatrik əməliyyat elədim. Əgər mən də bundan diyet, yəni pəhriz saxlayacağamsa nə oldu? Elə saxlayardım. Belə saxlayardım, bəli. Amma mütləq şəkildə saxlamaq ehtiyacımız var, eləməli. Yəni bayaq dediyim kimi öyrəşdirə mədəmizi yavaş-yavaş qida həcmini, həm də miqdarını biz, həm də çeşidini biz artırmalıyıq. Ona görə də yəni səbirli olmaq lazımdır və deyilənlərə mütləq bir bariatrik əməliyyat olunmuş pasientlər mütləq bir mütəxəssislə, bir dietoloqun yanında olmalıdırlar. Heç olmasa 6 ay. 6 aydan sonra daha sərbəstdirlər. Yenə də periodik olaraq bir məsləhət alsalar belə, yəni ilk qorxulu dönəm, amma dediyim kimi 1-3 aylıq dönəmdir. Onda bütün pasientlərə deyirəm, sizi arıqlatmaq barədə düşünmürük. Biz ancaq sizi qoruyuruq bu dönəmlərdə. Üçüncü dönəm yumşaq qatı dediyimiz dönəmdir. Məsələn, ətlər. Başlayırıq ətlərə, 21-30 günündə başlayırıq, proteinlərə başlayırıq. Bir də onu deyim ki, mütləq bariatrik əməliyyat olmuş pasientlər ən çox bu sualı verirlər mənə protein tozu. Mən çox xəstələrə, pasientlərimə yazıram. Çox pasientlər yox, ümumiyyətlə göstərici, birbaşa göstəricidir ki, protein tozu almalıdır. Çünki hər orqanizmanın ala biləcəyi bir protein miqdarı vardır. O kiloya görə dəyişir də. Yəni heç olmasa 0.8-1.2 kilo hər kiloqram çəkiyə qram biz yeyirik. Yemək olmaz deyə ondan imtina eləmək olmaz heç bir şəkildə. Bir də ki, protein bizim, yəni bütün hüceyrələrin əsas təməli bizim proteinlərdir. Yəni verən çəkimizi də biz əzələ sistemini, əzələ kütləmizi qoruyub yağ kütləmizdən verməliyik çəki. Amma nə olur, tərsinə olur, protein almırıq. Gedən çəki əzələmizdən gedir, yağı qoruyub saxlayırıq və təkrarlayan piyələnmə dönəmlərinə geri dönə bilərik. Düzdür, ilk 1 ildə, 2 ildə olmur, amma 2 ildən sonra o qədər pasientlər var ki, deyir ki, mən təkrar kökəlməyə başladım. Düzdür, mədə regenerasiya edə bilən bir orqandır, böyüyür, əvvəlki vəziyyətinə çatmasa belə, yəni çəkini geri almaq belə rastlaşdığımız xəstələrimiz, pasientlərimiz olur. Ona görə də qidalanmasına bariatrik əməliyyatdan sonra da mütləq şəkildə diqqət eləməlidirlər. Əsasən də ətlərə, protein tərkibli qidalara keçənə kimi mütləq protein tozlarından istifadə eləyəcəklər. Çünki bayaq dediyim kimi hər orqanizmə düşən protein miqdarı 0.8 minimum 1-1.2 qrama qədər hər kiloqram çəkiyə onu götürürük. Tutaq ki, 100 kiloluq bir pasient əməliyyat olunubsa 1 qramdan 100 qram protein almalıdır. Düşünün, bir dənə yumurta yeyir, balaca yumurta. Onu belə mədəmiz balacalıq yeyə bilir. Onun tərkibində cəmi 6 qram protein var.
Və yaxud da ki 30 qramlıq bir ət yeyirik, onun tərkibində cəmi 6 qram protein var da, Onun yəni. əvəzinə. Amma biz 100 qram almalıyıq. Onu necə ala biləcəyik, necə qarşılayacağıq? Mütləq şəkildə kənardan bir dəstək olmalıdır. O dəstəyi də biz protein tozları şəklində veririk. Ona görə yəni bu sual çox verilir ki, çoxu pasientlər də eləmək istəmirlər, amma yəni dünyanın hər bir yerində açıb baxsalar bütün yəni internet səhifələrini görəcəklər ki, mənbələrin hamısında əməliyyat olunmuş pasientlər yəni protein tozunun istifadəsi mütləqdir. Ona görə də yəni mütləq bu yazılmalıdır və 3-6 ay ərzində də istifadə olunmalıdır ki, hansı ki normal şəkildə qida miqdarımız normala düşsün, normal protein qəbulumuz olsun. Ondan sonra biz proteinləri də kəsirik. Sonra yumşaq qatıdan sonra da daha qatıya keçirik. Bunda da məsələn bütöv ətlərə deyim də və yaxud da ki bütöv yeməklərə. Bir də ki bir şey deyim ki, bariatrik əməliyyat olmuş pasientlər yəni qidalanma zamanı fikir verməlidirlər. Çox fındıq boyda eləməlidirlər tikələrini, çox çeynəməlidirlər, ağza horra şəklində salmalıdırlar. Yavaş-yavaş, yəni bunların yemək sürəsi 20 dəqiqə çəkməlidir. Çox vaxt 5 dəqiqə yeyib dururlar. Yəni bu həm dumping sindromu əmələ gətirə bilər, həm ağrı verir, çox güclü ağrılar verir. Bəzən deyir ki, doktor mən uda bilmədim, burada ilişdi qaldı. Yəni bu əslində primitiv gəlir insanlara. Mən deyəndə deyirəm fındıq boyda eləyin, çoxlu çeynin, horra şəklində salın. Bəzən primitiv gəlir, amma bu çox önəmli bir şeylərdir. Yəni bunlara, bu qaydalara, bu kurallara mütləq əməl eləmək lazımdır. Doktorum, bu pasiyent çəki artımının içindədir, belə deyim. Bu pasiyent həkimə gəlmək istəmir. Bu pasiyent internetdə gördüyü, hər hansı bir blogerin məsləhət bildiyi çayları və kofelər qəbul eləyir. Bu pasiyentə yanaşmanız necə olacaq, doktor? Siz yəqin ki, pasientlərimiz bizim verilişimizə, mənim pasientlərim verilişə baxacaqlar, yaza bilərlər, səhifəmdə var, yaza bilərlər. Mən hələ heç bir pasientə ya çay, ya kofe önərməmişəm, yazmamışam. Yəni mən bunu tam əleyhinəyəm. Ümumiyyətlə, bayaq dediyim kimi, əgər biz gözəl bir diyet proqramı və gözəl bir fiziki aktivliklə arıqlaya biliriksə, biz niyə bu tərkibi bəlli olmayan çaylar və kofelərdən istifadə eləməliyik? Yəni Səhiyyə Nazirliyinin onayı olmayan və yaxud da ki, hansısa bir həkimin yanına getmədən sizin sözünüzün qüvvəti bir internet üzərindən götürülmüş çaylar və kofelərlə arıqlayıb və onların fəsadının çəkiləcəksə, altı çəkiləcək. Yəni biz bunlardan niyə istifadə eləmək? İnanın bizim böyük bir dializ şöbəmiz var. Ora gələndə ilk nefroloqun soruşduğu, dializə gələn xəstə soruşduğu ki, arıqlama çayından və yaxud da ki, kofesindən, dərmandan istifadə eləməmsən. Yəni bunun çox böyük fəsadları var. İstəyir bəd-altı vəziyyə olsun, istəyir belə deyim də böyrəklərə olsun. Yəni poliorqan çatmamazlığına gətirib çıxarda bilər. Bəzən deyirlər ki, antidepressant və yaxud da ki, anti-epileptik və yaxud da ki, antidiabetik preparatlar arıqladan preparatlardır. Heç bir həkimin onayı olmadan o preparatları bəzən içirlər pasientlər. Yəni çox böyük səhvdir. Bəli, bu preparatlar nə edir? Bağırsaqdan yağın sorulmasını ləngidir. Uzun müddətli biraz toxluq verir, amma bu müvəqqəti bir hissdir. Yəni ondan ən gözəli həyat tərzini dəyişməkdir. Həyat tərzimizi dəyişəcəyik. Normal şəkildə yenə dediyim kimi rutin olaraq sağlıqlı qidalanacağıq. Bəzən kənara çıxmaq, yəni bayaq dediyim kimi biz də tortda yeyirik, paxlavada yeyirik, qoğalda yeyirik. Bəzən kənara çıxacağıq. Amma rutinimiz sağlıqlı qidalanma olacaq, fiziki aktivliyimizi normada saxlayacağıq. Son vaxtlarda hətta məşhurlaşan bir preparat, şəkərli diabetin əleyhinə olan bir preparatda, hansı ki, onu məşhurlar istifadə edir, onun nəticəsini paylaşırlar bütün gün internetdə. Bəli. Və yəni mən özüm də eşitdiyim qədəri ilə ki, pasiyentlər də var bu şəkildə sırf endokrinoloqun yanına gedib bu dərmanı yazdırıb, mən sırf arıqlamaq üçün istəyirəm mən bu dərmanı deyənlər. Mənə də çox müraciət edir, amma mən deyim ki, mən heç bir endokrinoloqun onayı olmadan, əgər mən həmişə deyirəm ki, əgər insulin dirənci varsa, şəkərli diabeti varsa, bu preparat məsələn göstəriş ola bilər, amma mütləq bir endokrinoloq ona onay verməlidir ki, yəni bəli, bu göstərişdir, bu pasiyentə bu preparat yazıla bilər. Amma mən özümdən heç bir preparatı, hələ arıqlamaqdan ötürü ümumiyyətlə bir preparatı, yəni əsasən də çay və kofeləri heç bir pasiyentimə yazmamışam. Ona görə də məsləhət görmürəm. Bəli, bu şəkildə kofeləri heç bir pasiyentimə yazmamışam. Təşəkkür edirəm doktorum gəldiyinizə görə, həm ətraflı məlumata görə. Mən elə gəlir tamaşaçılar üçün yeni olan, həqiqətən altı qırmızı xətlə çəkilmək olan çox məlumat verdiniz bugün. Ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. Qonağımız sizlərə təkrar xatırladıram əziz tamaşaçılar. Ege Hospitalın həkim diyetoloqu Aygün Abdullayeva bugün bizlərlə idi. Təşəkkürü təkrar deyirik doktorumuza və sizlərlə sağollaşırıq. Əziz tamaşaçılar, səhhətimizin bir buraxılışı daha yekunlaşdı. Ümid edirəm gələn verilişlərdə sizi ekran başında tapa bilərik. Təşəkkürlər, gələn görüşlərə dək.